Hörmətli tamaşaçılar, tədbirdə, forumda yenə deyirik, dünyanın müxtəlif ölkələrindən ən müxtəlif strukturları təmsil edən şəxslər iştirak edirlər. Gənclər də fəaldırlar. Ən önəmli məqamlardan biri bu forumun məhz budur, ekspertlər belə bildirirlər. Növbəti qonağımız Halima Roba, o EPIS layihəsi çərçivəsində Almaniya İnkişaf Kooperativ Agentliyinin layihə üzrə yəni köməkçisi vəzifəsində çalışır. So of course it is interesting the interest of young people like you to this forum, and what is the expectation of youth organization from this international event? All right, thank you so much for the opportunity. My name is Halima. I work with the GIZ, the German Development Corporation, under the EPIS project. And youth and engagement in such forums is quite a very good opportunity to get exposure first, so that you can also grow your capacity and also develop your skills, and also the voice of the youth, especially in the upcoming generation, needs to be in such forums so that they can get exposed and also contribute, because we understand our issues, and also we can get the convergence and the unity in alignment in information. Yeah. Qonağımız bildirir ki, burada bizim yəni gənclərlə bağlı əsas sualım oldu ki, onlar forum haqqında nə düşünürlər? Bildirdi ki, burada gənclərin də özlərinin yanaşması var ki, biz necə contribute, yəni töhfə verə bilərik. Ümumiyyətlə, yəni bu işlər yəni, o zaman faydalı ola, irəli gedə bilər ki, hər kəsin unit, yəni birgə əməyinin nəticəsində nələrəsə nail oluna bilsin. Əsas məqam, əsas verilən, düşünürəm ki, mesajlar da bu istiqamətdə olmalıdır. You have spoken about contribution. Yes. So contribution, of course, is important. Sure. Which contribution, for example, your organism can give to this very important movement, help to homeless for housing? Yeah, I'll talk about a particular session we attended the first day of the forum when it was really raining. It was a discussion about children and youth. And we were able to sit down together with other people, other youths from different countries, and we were able now to harmonize the contribution and understand that what happens in a different country is not only unique to us, but we're also able to see it, contribute, and also come to a conclusion of what we could incorporate back in our own countries. Yeah, so I would like to speak about the topics also. Yəni töhfə vermə məsələsində dünyanın müxtəlif ölkələrindən gəlmiş insanların bir harmoniyası var burada və təbii ki müzakirələr, təbii ki diskussiyalardan çıxan nəticələr, yəni nəticələrə töhfə vermək lazımdır. Ona görə burada müxtəlif ölkələrin təmsilçilərinin iştirakı çox vacibdir, deyir qonağımız. The leader's position is crucial, and because they are taking decisions, and I have seen, some topics exactly needed for it. These topics is for needed person, which are the homeless right now. So, about topics, how can you, comment these topics and the importance of these topics for the international community. Because 300 million, they are speaking on 300 million homeless persons. All right. I'll also talk about the session we attended recently about housing and how it affects women, because I also represent, besides being a youth, I also speak as a voice for women. And we were looking at the challenges women were facing, and especially in Kenya and also in Ethiopia. And we saw in this session that
especially in Ethiopia, people were undergoing a lot of displacement because of the ongoing conflict, which is similar to Somalia, because they also work for GIZ Somalia. And we are looking at the importance of housing and how it creates safety among women, youths, and because if you don't have a safety in your house or rather a safe space in house, you're prone to things such as rape, which was also said, and also calamities, especially as rain. So we see that housing creates a safe space which enables everyone, the well-being of everyone, yes. Yeah. And how it contributes to the international cooperation, I'd say at a country level, we are able to have housing that will enable people to have their basic needs, such as shelter, clothing, and food. Yeah. Ya, yəni sualımız əziz tamaşaçılar ondan ibarət oldu ki, yəni bu istiqamətdə müzakirə olunan məsələlər önəmlidir. Yəni nəyim bu forum hansı məsələləri müzakirəyə çıxarıb? Yəni bir sıra mövzular var. Yəni həmin mövzuların sizin fikrinizcə necə faydası olacaq? Bax 300 milyon evsiz küçələrdə hətta yaşayan insanların taleyindən söhbət gedir. Necə olacaq? Bax bu təsirlər soruşdum. Yenə qonağımız bildirdi ki, özlərinin misal üçün çalışdıqları Afrika qitəsində Efiopiya Somali, bəli, ölkələri ilə, yəni onlar çalışırlar. Nəyə görə? Çünki o bölgələrdə çoxlu IDP person, yəni məcburi köçkünlər var. Bu da konfliktlərin nəticəsindədir, ehtiyacı var. Burada həm də ev mənzillə təmin olunmaq, yəni sığınacaqla ən azı təmin olunmaqla yanaşı safety, yəni təhlükəsizlik məsələsi də önə gəlir, deyir qonağımız. Okay, how can you see the cooperation with Azerbaijani youth organizations? Because in Azerbaijan we have really very clear, very smart and very active young peoples. All right. First of all, I'd say your country people are so receptive from the stadium and also outside, and the cooperation I could see with your country and organization is more of exposure visits, especially for the government counterparts both in Kenya and Somalia, because when you get exposed to a different world, you're able to see new opportunities, you're able to see new doors, and also you're able to get exposure. It's more of an exchange. That is one of the things I would recommend between Azerbaijan and Africa, because the truth is I never heard of this country until the forum happened, and I'm sure many of the Azerbaijan people don't know other existing countries. So more of an exchange would be really a good forum to enable exchange and also exchange ideas and also get to be exposed to what happens in Africa the way we have been exposed to what happens in this place. Qonağımıza dedik ki, Azərbaycanda da çox işıqlı, ağıllı, fəal gənclik var. Gənclərin təşkilatlanması da yüksək səviyyədədir. Onlarla əməkdaşlığı necə görürsünüz? Bildirdi ki, yəni ümumiyyətlə Azərbaycanı çox bəyəniblər və elə bu tədbirin məkanı olan stadion, ondan kənarda Tölükdə şəhərdə gördükləri böyük təəssüratlar yaradıb. Niyə də olmasın? Yəni Azərbaycan dövlətinin bizim ölkələrimizlə, Afrika ölkələri ilə münasibətləri və bu çərçivədə təbii ki, gənclər təşkilatlarının bir-birlərini tanıması, xalqların bir-birlərini tanınmasına köməklik göstərə bilər. Mən əminəm ki, Azərbaycanda da elə şəxslər var ki, Afrikanı yaxından tanımırlar, amma bu cür qarşılıqlı, necə deyərlər, münasibətlər imkan verəcək ki, dövlətlər, xalqlar da bir-birlərini yaxından tanısınlar.